Hardan gəlmişsən? Mən Litvadan gəlmişəm. Nə düşünürəm? Ajax'ı qələbə qazanacağımız halda, Ayntrax çətin məsələdir mənə görə. Ajax'ı udacağımız halda bizə minimum bir xal lazımdır riyazi cəhətdən. O bir xalda sonuncu oyunumuz budur. Çünki niyə görə? Liverpool Qalatasaraya da uduzubdur deyə. Liverpool son oyuna ümid saxlamır. Son oyunda Anfield-dədir. Çox çətindir. Unrealistikdir. Amma ümid bəsləmək olar, amma o başqa məsələdir. Sabahki oyunda ümid edirəm minimum bir xaldı, amma niyə də yox? Niyə də ya? Niyə də olmasın? 2-1, 1-0, 3-1, 3-2 ola bilər. Okay. Amma 4 qola inanmıram. Bəs siz nə düşünürsünüz? Hardan gəlmisiniz? Habil Qüdrətli Bakıdan gəlmişəm, böyük ümidlə gəlmişəm. Uzun bir yolu, yəni Qarabağ buna layiqdir. Məğlub olsa da, heç eləsə də, udsa da, yəni əlbəttə ki, qələbə gözləyirik və inanırıq ki, qələbə qazanacaq. Ən pis halda heç olacaq mənim fikrimcə. Bəs siz? Cavid, Bakıdan gəlmişəm. Mən çox optimist azarkeşlərdən biriyəm. Yəni bu gün də tam şəkildə bütün qəlbimlə 3-0 qələbə qazanacağız, inanıram. Qolları kim vurur? Qolları Yankovic, Adday və Kaşuk. İnşallah, inşallah. Kim qaldı uşaqlar? Mən qalmışam. Getdik. Adım Hüseyndir, Litvadan gəlmişəm. Savaşçı oyunda qələbə arzulayıram. Yəqin ki, qollu bərabərlik olacaq. Qolumuzdakı Elvindən qol gözləyirik. Biz Elvinin fanatlarıyıq burada, Elvindən qol gözləyirik. Elvin eşidəcək bizi. Elvin eşidəcəksə, Elvini biz sevirik. Elvin inşallah ki, sabah qol vurmalı. İnşallah. Ha, Murat, bir görüm ya, oyun neçə olacaq? Oyun məncə 1-0 Qarabağ olacaq. Qolu kim vuracaq? Camilo Duran. Haydi Qarabağ.